Hüseynin əzasının nəticəsi ərbəyin olur ki, cəmaət deyir ki, bir-birinin üçün necə fikirləşirlər ki, necə qurban olaq. Neçə evdə danışmışam. Elə məni ağladıb bu şey, çox ağlamışam. Bir nəfər danışır, deyir ki, oturmuşdum su içməyə, dincimi almağa. Oturmuşam deyir, isti havada. Görürüm bir nəfər gəlib dayanıb başımın üstündə. Mən də əlimdə su, telefonum əlimdə. Görürəm ki, elə dayanıb düz belə qarşımda. Başımı qaldırdım, ay qardaşım, nə lazımdır sənə, niyə belə dayanmısan? Deyir ki, heç nə, mən çox kasıb adamam, hərə bir şey gətirib ehsan eləməyə. Gördüm, heç nə əlimdən gəlmir. Dedim, günün qabağında ki, dura bilərəm, kölgə yarada bilərəm ki, vücudumda. Mən də gəlmişəm burada zəvvarlara kölgə yaradım. Və budur, Hüseynin yaratdığı eşq, fəza budur, belə bir fəzadır. Əzadarlıqdan sonra münasibətlər belə olmalıdır. Allahla münasibəti düzələn cəmiyyət belə olur.